Bugünkü mövzumuz Sasanilər dövləti. İlk öncə xəritəyə baxaq. Sasanilər dövləti Xəzər dənizinin cənubunda yerləşirdi. Paytaxtı Ktesiyon şəhəri idi. Hansı ki biz bilirik ki, əvvəllər Sasanlərin ərazisində Parfiya dövləti mövcud idi. Parfiya eradan əvvəl 2-ci əsrin ikinci yarısında Selevkilərə məxsus olan ərazini götürür, 2-ci əsrin ikinci yarısından güclü bir dövlətə çevrilmişdi. Lakin sonralar Parfiya Roma ilə aparılan aramsız müharibələr, daxili çəkişmələr nəticəsində zəifləyir. Bundan istifadə edən İranda bir əyalət hakimi olan Ərdəşir Babəkan 226-cı ildə, diqqətli olaq, 24 yox, 226-cı ildə Parfiya dövlətinin varlığına son qoyur, Sasanilər dövlətini yaradır. Sasani adını isə Ərdəşir Babəkanın babası Sasanın adından götürmüşdü. Sasanın adı ilə Sasanilər dövlətini yaradır. Sasanilər dövləti idarəetmə sisteminə baxarsaq əgər, deyirik ki, Sasanilər dövləti Parfiyadan fərqli olaraq Parfiyanın asılı dövlətlər sistemini ləğv eləyir və onları əyalətə çevrilmiş, mərkəzləşmiş dövlət yaratmışdı. Yəni, asılı dövlətlər sistemini ləğv eləyir, onun yerinə mərkəzləşmiş dövlət yaratmışdı. Nə deməkdir asılı dövlətlər sistemi? Yəni, asılı dövlətlər sistemində asılı olursan hansısa bir dövlətdən, amma daxili müstəqilini qoruyub saxlayırsan. Amma mərkəzləşmiş dövlət olanda əyalətləri idarə edən şəxslər mərkəzi hakimiyyət tərəfindən təyin edilir, hər kəs mərkəzi hakimiyyətə tabe olurdu. Sasanilər dövləti idarəetmə sistemində ölkəni idarə edirdi şahənşah. Yəni, Sasani hökümdarları şahənşah, yəni şahlar şah adlanırdı. Tabe olan ərazilərin hakimləri isə şah adlanırdı. Yəni, Sasani hökümdarlar şahənşah, tabe olan ərazilərin hakimləri şah adlanırdı. Sasani dövlətində şahənşahdan sonra dövlətdə ikinci şəxs Zərdüş məbədinin baş kahini idi. Deməli, dövlət idarə edirdi şahənşah, asılı olan əraziləri idarə edirdi şah. Sasani dövlətinə şahənşahdan sonra ikinci şəxs Zərdüş dininin baş kahini idi. Zərdüş dininin baş kahini idi. Ölkə əyalətləri vilayətlərə bölünürdü. Yəni, Sasanilərdə ölkənin əyalətləri vilayətlərə bölünürdü. Vilayətləri isə Sasani sarayından təyin olunan məmurlar idarə edirdi. Deməli, 226-cı ildə Ərdəşir Babəkan Parfiyanın varlığına son qoyur. 226-cı ildən 651-ci ilə qədər mövcud olan Sasanilər dövlətini yaradır. Paytaxtı Ktesiyon şəhəri idi. Sasanilər dövlətinin paytaxtı Ktesiyon şəhəri olmuşdu. Dövləti idarə edirdi şahənşah, asılı olan əraziləri idarə edirdi şah, şahənşahdan sonra ikinci şəxs olurdu Zərdüş dininin baş kahini. Parfiyadan fərqli olaraq asılı dövlətlər sistemini ləğv eləyib, mərkəzləşmiş dövlət yaratmışdılar. Yəni, əyalətdə idarə edən şəxslər mərkəzi hakimiyyət tərəfindən təyin olunurdu. Sasanilər dövlətinin paytaxtı Ktesiyon, dövlətin dini isə Zərdüşlük dinidir. Yəni, paytaxt Ktesiyon, dinləri isə Zərdüş dini idi. Sasani şahları Zərdüş dini yaymaqda əsas məqsədləri həm öz hakimiyyətini möhkəmləndirmək, həm də tabe edilmiş müxtəlif xalqları itaətdə saxlamaq idi. Hətta Sasani hökümdarlar deyirdilər ki, biz Hörmüzün yer üzərində nümayəndələriyik, yəni Hörmüz tərəfindən hakimiyyətə gətirilmişik. Sasani şahları özlərini Hörmüz tərəfindən hakimiyyətə gətirilmiş şəxslər hesab edirdilər. Elə ona görə deyirik ki, Sasani pullarının üzərində bir tərəfində hökümdarın, bir tərəfində isə müqəddəs odun təsviri olunurdu. Deməli, Sasanilərdə onlar deyirdilər ki, biz Hörmüzün yer üzərindəki nümayəndələriyik. Ona görə də pulların bir tərəfində hökümdarın, bir tərəfində isə Zərdüşlüyün təməli olan, müqəddəs sayılan odun təsviri var idi. Atropatena dövlətinin varlığına biz bilirik ki, eramızın 20-ci ilində Parfiya dövləti son qoymuşdu. Eramızın 20-ci ilində Parfiya dövlət tərəfindən Atropatenanın varlığına son qoyulmuşdu. Lakin Atropatena bir ərazi vahidi kimi 227-ci ildən tamamilə düşür Sasanilər dövlətinin tərkibinə. Deməli, Atropatena 226-da Sasanilər yaranır, 227-ci ildən Atropatena ərazisi düşür Sasanilərin tərkibinə. Hətta deyirik ki, Sasanilər dövləti Atropatena əhalisi üzərinə ağır vergi qoymaqla yanaşı, buradan öz ordusu üçün əskərlər belə toplayırdı. 227-ci ildə Atropatena düşdü Sasanilərin asıllığına. Asıllığa düşdükdən sonra həm vergi ödəyirdilər, həm də Sasani orduları üçün əskər toplayırdılar.
Yerləşdiyi ərazi və iqtisadi baxımdan Atropatena Sasani dövləti üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mühüm ticarət yolları Atropatena ərazisindən keçirdi. Bu isə iqtisadi həyatın canlanmasına və şəhərlərin daha da çəkilməsinə səbəb olurdu. Bilirik ki, Atropatenanın keçmiş paytaxtı Qazaka həm də Zərdüştlüyün baş məbədi bu şəhərdə yerləşirdi. Yəni, Atropatenanın keçmiş paytaxtı olan Qazaka Sasani dövləti üçün dini mərkəz rolunu oynayırdı. Hətta Sasani şahları hakimiyyətə gəldikdə paytaxtdan Qazakaya qədər piyada getməliydilər. Paytaxtdan Qazakaya qədər piyada getməliydilər. Bundan başqa Atropatenanın Ərdəbil, Təbriz, Marağa kimi şəhərlərdə var idi. Ərdəbil, Təbriz, Marağa kimi şəhərlərdə var idi. Diqqətli olaq, bu il yeni salınıbdı. Ərdəbil Sasanilər dövründə canişinlik mərkəzi olmuşdu. Bəzi tədqiqatlara görə Ərdəbil sözü Arta, müqəddəs və Vil, şəhər sözlərindən ibarət olub müqəddəs şəhər deməkdir. Deməli, Atropatenanın Qazakadan başqa Ərdəbil, Təbriz, Marağa kimi şəhərlər olmuşdu. Sasanilərin dövründə Ərdəbil və Təbriz canişinlik mərkəzi idi. Ərdəbil bir də Təbriz canişinlik mərkəzi idi. Sasani imperiyasının şimal canişinləri bu hər iki şəhəri özləri üçün iqamətgah seçmişdilər. Tədqiqatlara görə isə Ərdəbil sözü Arta müqəddəs, Vil isə şəhər sözlərindən olub müqəddəs şəhər deməkdir. Deməli, Ərdəbil müqəddəs şəhər deməkdir. Bundan başqa Atropatenanın ən qədim şəhərlərindən biri də Marağa şəhəri olmuşdu. Bu şəhərin gözəl iqlimi və əlverişli təbii coğrafi şəraiti də olmuşdu. Qazaka da Atropatenanın ən qədim şəhərlərindən biridir. Deməli, Ərdəbil, Təbriz, Marağa, Qazaka kimi şəhərlər var idi. Ərdəbil və Təbriz dini mərkəzi idi, daha doğrusu canişinlik mərkəzi idi. Dini mərkəz Qazaka idi. Ərdəbil isə müqəddəs şəhər hesab olunurdu. Ərdəbil müqəddəs şəhər hesab olunurdu. Həm Atropatenanın, həm də Albaniyanın Sasanilər dövlətinin tərkibində olmasını göstərən abidə Sasani şahı 1. Şapurun dövründə olan Nəqşi Rüstəm kitabəsində Sasanilər dövlətinin şəhərlər arasında həm Adrubadagan, yəni Albaniyanın, həm də Adrubadagan, yəni Atropatenanın, həm də Albaniyanın adları çəkilir. Həm Atropatenanın, həm də Albaniyanın adları çəkilir. Deməli, Nəqşi Rüstəm abidəsində 1. Şapurun dövründə həm Atropatenanın, həm də Albaniyanın adı çəkilir. Atropatena 227-ci ildə Sasanilər dövlətindən asılı hala düşsə də, Albaniya 3-cü əsrin 60-cı illərinə qədər müstəqilliyini qoruyub saxlaya bilir. Bu dövrdə Sasanilər Albaniya nəzarət uğrunda Roma imperiyası ilə mübarizə aparır. Sonda 262-ci ildə Sasanilər dövləti Romanı məğlub edir 60-cı ildə. Sonra isə Albaniyanı özünə tabe edir. Yəni 227-ci ildə Atropatena Sasanilərdən asılı hala düşür. Sonra Sasanilər 260-cı ildə ilk öncə Romanı tabe edir. Sonra isə 262-ci ildə Albaniyanı özlərindən asılı hala salırlar. Lakin Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilir. Albaniya daxili müstəqilliyini qoruyub saxlayır. Bu dövrdə bilirik ki, Albaniyada Arşakilər sülaləsi idi hakimiyyətdə. Arşakilər sülaləsi eramızın 1-ci əsrindən 510-cu ilə qədər qısa fasilələ hakimiyyətdə Arşakilər sülaləsi olmuşdu. Yəni, Atropatena 227-ci ildə, Albaniya 262-ci ildə asılı hala düşür. Həm Atropatenanın, həm Albaniyanın asılı hala düşdüyünü göstərən abidə Nəqşi Rüstəmdəki kitabədir 1. Şapurun dövründə. 1. Şapurun dövründə. Biz bilirik ki, həm Sasanilər, həm Ərəblər Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirmək üçün köçürmə siyasəti həyata keçiriblər. Həm Sasanilər, həm Ərəblər, sonra deyəcək, Azərbaycanda həm Atropatena, həm Albaniyada öz hakimiyyətlərini möhkəmləndirmək üçün Sasanilər, Albaniya və Atropatenaya fars dilli əhali, tayfalar köçürdülər. Sasanilərin Azərbaycanda köçürmə siyasətində məqsəd təbii ki, möhkəmlənmək və özlərinə etnik dayaq yaratmaq idi. Sasani şahları həmçinin Azərbaycanın Xəzər sahili bölgələrində mövqeləri möhkəmləndirmək, üstəgələ şimaldan türk tayfalarının hücumlarının qarşısını almaq üçün, şimal sərhədlərini müdafiə etmək üçün qalalar və müdafiə divarları inşa etdirmişdilər ki, bu məqsədlə Beşbarmaq və Şirvan müdafiə divarları inşa olunur. Beşbarmaq və Şirvan müdafiə divarları. Dərbənd keçid üzərindəki nəzarəti daha da gücləndirmək üçün 8 metr qalınlığında daş divarlar və bürclər də qurulmuşdu.
Bununla da Böyük Qafqaz dağlarına, Xəzər dənizinin içərilərinə qədər uzanan və bu günə qədər öz əzəmətini saxlayan Dərbənd səddi, Dəmir qapı Dərbənd qalası tikilmişdi 5-ci əsrin ortalarında. Deməli, Sasanilər Azərbaycana köçürmə siyasəti həyata keçirdilər. Daha sonra həm Hunların, həm Türk tayfalarının yürüşlərinin qarşısını almaq üçün Dərbənd səddin, Dəmir qapı Dərbənd qalasını inşa etdirirlər. Bundan başqa Beşbarmaq və Şirvan müdafiə divarları da inşa olunmuşdu. Sasanilərə qarşı 3-cü əsrdə Manili hərəkatı baş vermişdi. 3-cü əsrdə Sasanilərə qarşı Manili hərəkatı baş vermişdi ki, Manili hərəkatında əsas məqsədi Mani bütün dinləri vahid bir din ətrafında birləşmək uğrunda mübarizə aparırdı. Deməli, Manilər 3-cü əsrdə Sasani dövlətində meydana gəlmişdi. Məqsəd bütün dinləri vahid bir dinlə əvəz etmək istəyirdilər. Öz təlimində bəzi dini elementləri də birləşdirməyə çalışmışdı. Bir çox dini cərəyanlara, hətta məzdəklər hərəkatına güclü təsir etmişdi. Deməli, maniçilik 3-cü əsr, məqsəd bütün dinləri vahid bir dinlə əvəz etmək, sonralar məzdəklər hərəkatına da güclü təsir etmişdi. İndi baxaq məzdəklər hərəkatına, hansı ki 481-529-cu illərdə baş vermişdi. Məzdəklər hərəkatında biz bilirik Sasanilər dövründə ardıcıl müharibələr, vergilərin artırılması, uzun sürən quraqlıqlar nəticəsində Sasanilər dövlətində əhalinin vəziyyəti pisləşdi və 5-ci əsrin sonlarında Məzdəkin başçılığı ilə Məzdəklər hərəkatı başladı. 5-ci əsrin sonlarında Sasanilər dövlətində Məzdəkin başçılığı ilə Məzdəklər hərəkatı başladı. Hətta deyirik ki, hərəkat Atropateniyada yayılmışdı. Bəzi tarixçilərin fikrinə görə isə Məzdək Təbrizdən anadan olmuşdu. Bəzi tarixçilərə görə Məzdək Təbrizdən anadan olmuşdu. Məzdəklər maniçilərin davamçıları idi. Amma onlar həm də hər hansı şəxsi mülkiyyətin inkar edilməsinə və bərabərliyin təbliğinə yönəlmişdi. Yəni deyir ki, şəxsi mülkiyyət inkar edilməsin, hər kəs bərabər olsun, əmlak bərabərliyi olsun. Manicədən fərqli olaraq onlar mübarizə yolu ilə xeyrin şər üzərində qələbəsinə inanırdılar. Məzdəklər hərəkatının əhalisinin geniş təbəqələri kəndlilər, sənətkarlar, şəhər yoxsulları və bəzi əyanlar iştirak edirdi. Yəni həm kəndlilər vardı, şəhərlilər, yoxsullar, əyanlar bu hərəkətdə iştirak edirdi. Sasani şahı 1-ci Qubadın dövründə 488-531-ci illər hərəkət daha da güclənir. O dövrdə 1-ci Qubada qarşı gələn iri feodalları öz hakimiyyəti altında saxlamaq üçün Qubad Məzdəkləri himayə edir. Hətta o dövrdə Məzdəkin məsləhəti ilə əhaliyə taxıl anbarlarına taxıl paylanmışdı. Sonralar iri feodallar Qubadı taxtdan saldıqdan sonra Qubad Axund dövlətinə sığınır. Axund dövlətinin köməyi ilə hakimiyyətini bərpa edib geri qayıtdıqdan sonra Qubad iri feodalları məğlub etdikdən sonra artıq Məzdəkə ehtiyac qalmır deyə dini söhbət etmək bəhanəsi ilə Məzdəki saraya çağırır. Məzdək hərəkət amansızlıqla yatırır, Məzdək və hərəkətin iştirakçılarını edam etdirir. Üsyan yatırılsa da, sonda məcbur qalırlar, iqtisadi, idarəetmə və başqa bir sıra sahələrdə islahatlar həyata keçirirlər. Deməli, Məzdəklər hərəkatı 481-529-cu illərdə baş vermişdi. 1-ci Qubadın dövründə üsyan daha da genişlənmişdi. Məzdəklər maniçilərin davamı idi, amma deyirik ki, maniçilərdən fərqli olaraq Məzdəklər sonda mübarizə yolu ilə xeyrin şər üzərində qələbəsinə inanırdılar. İlk öncə Qubad Məzdəklərin qüvvəsindən istifadə edir. Daha sonra isə Axund dövlətinə sığınıb geri qayıtdıqdan sonra hakimiyyətini bərpa etdikdən sonra üsyanı yatırır. Dini söhbət etmək bəhanəsi ilə Məzdəki saraya gətirir, Məzdək və tərəfdarlarını edam etdirir. İndi baxaq Sasani şahı 1-ci Xosrovun islahatlarına. Biz bilirik ki, 531-ci ildən 579-cu illərə qədər hakimiyyətdə olub Sasani şahı 1-ci Xosrov. Xosrov bir sıra sahələrdə inzibati, torpaq, vergi sayəsində islahatlar keçirmişdi. Bilirik ki, inzibati islahat deyəndə ərazi bölgüsünə nəzərdə tutulur. Yəni inzibati islahat ərazi bölgüsü sahəsində keçirilən islahatdır ki, deyirik ki, Xosrov Ənuşiravanın inzibati islahatına əsasən 4 canişinlik kust, yəni tərəf cəhət yaradıldı. Bunlardan biri də Azərbaycan kustu idi. Azərbaycan kustu şimal canişinliyi adlanırdı. Şimal canişinliyinin hakimi Adurbaqan şah adlanırdı.
Albaniya və Atropaten ərazisi şimal canişin tərkibinə daxil edilmişdi. Deməli, Xosrovun inzibati islahatına əsasən 4 canişinlik, yəni 4 kustaklıq yaradılır. Bunlardan biri də Azərbaycan kustu idi. Azərbaycan kustu həm də şimal canişini adlanırdı ki, idarə edən Adrubadaqan şah adlanırdı. Həm Albaniya, həm Atropaten ərazisi şimal canişinin tərkibinə daxil edilmişdi. Torpaq islahatına əsasən, Xosrov və Nüşirvan torpaq islahatına əsasən sahibsiz torpaqlar hərbiçilərə paylandı. Vergi islahatına əsasən vergi yığan məmurların özbaşınalığına son qoyuldu. Uşaqlar, qadın